Alimlər bu ki, dində insanın cahil olmağı, parçalanmağın ən böyük səbəblərindən biridir. Ona görə də Sələf-i Salih bizi ümumiyyətlə dində cahil olmaqdan və həmçinin Quran və sünnədən uzaq düşməkdən bizləri çəkindirir. Və sələflərdən bəzi misallar çəkəcək inşallah. Özünüz də görəcəksiniz ki, bacardığımız qədər elm öyrənmək hər birimizin üzərinə vacibdir. Elə məsələlər var ki, müəyyən məsələlər var ki, onları bilməliyik. Ancaq Abdullah ibn Məsud radiyallahu anh deyir ki, ya alim, ya da elm tələb edən ol, ya da elmə qulaq asan ol, dördüncüsü olub özünü həlak eləmə. Həmçinin də Abdullah ibn Məsud radiyallahu anh buyurur ki, ya alim ol, ya öyrənən ol, amma bunların ikisinin arasında olma. Çünki ikisinin arasındakı cahillikdir. Həqiqətən də mələklər elm tələb edənin hərəkətindən razı qaldıqlarına görə onlar qanadlarını onun ayaqlarının altına sərərlər. Həmçinin Əbu Dərdə rahimehullah buyurur ki, alim ol, ya da öyrənən, ya da onu sevən, ya da ki ona tabi olan ol. Beşincisi olma. Beşincisi olub özünü həlak eləmə. Həsən Basri rahimehullahdan soruşulan ki, beşincisi kimdir? Buyurur ki, yəni beşincisi, yəni bidətçi olma. Ömər ibn Xattab rahimehullah radiyallahu anh buyurur ki, kim qövmünə fəqih olmağı öyrədərsə, kim qövmünə elm öyrədərsə, bu onun həm özü üçün, həm də qövmü üçün bir həyat olar. Əgər belə olmazsa, bu həm onun özü üçün, həm də onun cəmaatı üçün bir həlak olar. Əgər biz firqələrin yaranmasına baxsaq və həmçinin onların etiqadlarına baxsaq, görərik ki, bunlar hamısı onların elmdən cahil olduqlarına görə baş verir və həmçinin elmdə zəif olduqlarına görə baş vermişdir. Xavariclər barəsində Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, onlar bir Quran oxuyarlar, amma bir boğazlarından aşağı keçməz. Niyə görə? Çünki onlar o ayələri qəlbləri ilə başa düşməzlər, qəlbləri ilə onu fəhm etməzlər, tədəbbür eləməzlər və həmçinin onlar o ayələrdən ibrət götürməzlər. Onlara qalan ancaq ağız tərpətmək və həmçində boğazdan bəzi hərflərin məxrəcini boğazdan çıxartmaqdır. Yalnız onlara qalan bu qirayət, ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, yəni onların oxuduğu boğazlarına o tərəfə keçmir. Nə qəlblərinə çatır, nə də oxuduqlarına əməl eləmirlər. Və həmçində alimlər buyurur ki, əqidə məsələlərində də insanların zəlalətə düşmək səbəblərindən biri də bəzi insanların Quran və sünnədən uzaq düşməkləri oldu. Və həmçinin də bəzi insanlar Quran və sünnəni düzgün fəhm etmədiklərinə görə, sələfin fəhmi ilə başa düşmədiklərinə görə ortaya belə firqələr, bidət tayfalar ortaya çıxdı. Ona görə də alimlər buyurur ki, yəni insan əgər Quran və sünnə üzərində olmağını istəyirsə, ümumiyyətlə cəmaat, insanlar əgər bir olmaqlarını istəyirlərsə, həmən insanlar Peyğəmbərlərin gətirdikləri əsərlərə tabi olmalıdırlar. Əgər belə olsa, onlar Peyğəmbərlərin gətirdikləri yola tabi olsalar, onların əsərlərindən möhkəm yapışsalar, onda o zaman yəni insanlar bir o qədər cəm olarlar. Yox, əgər onlar Peyğəmbərlərin sünnəsindən uzaq düşsələr, Peyğəmbərlərin gətirdiklərindən uzaq düşsələr, onda ortaya təfriqəsizlik çıxacaq və həmçinin ixtilaflar baş verəcəkdir. Necə ki, İmam Şatib rahimehullah Ətisam kitabında yəni bunu buyurduğu kimi, həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, bidətin və həmçinin nifaqın ortaya çıxma səbəbi insanların iman və sünnədən uzaq düşdüklərinə görə oldu. Ona görə də biz əgər Peyğəmbərlərin göndərdiklərinə haqqı ilə tabi olsaq, əlbəttə ki, təfriqəçilik olmayacaq, parçalanma və ixtilaflar olmayacaq. Yox, əgər biz onların dediklərinə qulaq asmasaq, onların dediklərini yerinə yetirməsək, sözsüz ki, təfriqəsinin olması, ixtilafların, bidətlərin başlaması labiddir. Və həmçinin digər səbəblərdən, firqələrin ortaya çıxma səbəblərindən növbətçisi, yəni bəzi məsələlərə onların düzgün təfsir və həmçində düzgün yozum verməmələri. Yəni bəzi insanlar elə məsələlər var ki, onlara bidət təfsirlər verirlər və həmçinin də fəsad olan yozumlar verirlər və görürsən ki, beləcə ortaya nədir? Yəni firqələr çıxır. Həqiqətən də məlumdur ki, alimlər bu ki, yəni düzgün olmayan təfsir və həmçində düzgün olmayan yozumlar parçalanmanın ən böyük səbəblərindəndir. Və əgər ortaya bidət təfsirlər atılarsa, çıxarılarsa, əlbəttə ki,
görərsən ki, bu zaman müsəlmanların kəlməsi bütöv olmaz və həmçinin müsəlmanların arasında təfriqəsi və həmçinin ixtilaflar olar. Və həmçində biz baxsaq Osman radiyallahu anh qətli olsun və həmçinin Cəməl Siffin döyüşü olsun, həmçinin Hüseyin radiyallahu anh qətli olsun, bunlar hamısı nədən irəli gəldi? Düzgün olmayan, yəni yozumlar və həmçinin düzgün olmayan təfsirlərdən irəli gəldi bu döyüşlərin və həmçinin bu qətillərin səbəbi. Və həmçinin də xabarizlərin ortaya çıxmağı da, mu'təzilələrin uzaqlaşmağı da, rafizləri rədd eləməyi də və həmçinin ümmətdə 73 firqənin əmələ gəlməsi də, yəni bu firqələrin əmələ gəlməsinin səbəbləri nədir? Hamısı qayıdı təvil-ül fəsidə, batil, düzgün olmayan təbilə qayıdır, düzgün olmayan yozuma qayıdır. Ona görə insan çalışmaq bütün məsələlərə sələf-i salihin yəni təbili ilə yanaşsın, sələf-i salihin mövqeyi ilə yanaşsın. Ona görə İbn-i Qayyim rahimehullah buyurur ki, Peyğəmbərlərin dininə qarşı cinayət nə idi? Onların dinini pozmaq idi. Və həmçinin də Peyğəmbərlərin dinini pozan insanlar beləcə dünyanı viran qoydular və dünyanın viran qalmasına səbəb oldular. Və hətta bəzi firqələr baxsaq görərik ki, yəni bir firqə əgər o birisi firqənin əksinə bir söz deyərsə, görərsən ki, onlar bir-birlərini hətta təkfir belə edərlər, hətta onlar bir-birlərini lənətləyərlər, hətta onlar bir-birlərinin malını, qanını halal görərlər, həmçində onlar bir-birlərinə qarşı müharibə elan edərlər. Deməli, bunların başında duran nədir? Təvil-ül fəsid, doğru olmayan, düzgün olmayan təfsir və həmçində doğru düzgün olmayan yozumlardır, təbillərdir bunlar hamısı. Ona görə insan çalışmalıdır ki, Quran və sünnədə onun danışdığı məsələlər hamısı sələf-i salihin mənhəcinə, mövqeyinə uyğun olsun. Firqələrin ortaya çıxma səbəblərindən biri də dedik ki, onların məsələlərə düzgün yanaşmaması, öz fəhimləri ilə hərəkət etmələri idi. Sələf-i salihin fəhmi ilə yox, öz hərəkətləri ilə oturub durmaları idi, öz fəhimləri ilə oturub durmaları idi. Və həmçinin də İbn-i Qudam rahimehullah buyurur ki, sələfin icması qəti dəlildir. Həqiqətən, həqiqi alimlər bidət və zəlalət üzərində cəm olmazlar. Və həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, həqiqətən də Peyğəmbərin göndərdiyini bilmək, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem bizə Quranı və hədisləri necə çatdırıbsa, o formada başa düşmək həqiqətən də imanın və həmçində xoşbəxtliyin, qurtuluşun özüdür. Yəni, ümumiyyətlə, insan çalışmalıdır ki, hər bir məsələyə yanaşması Peyğəmbər sallallahu aleyhi ve sellem və onun sahabələrinin yanaşmasının olmalıdır. Sələf-i salihin yanaşmasının olmalıdır. Ona görə də biz deyirik ki, insan hər bir məsələni sələf-i salihin fəhmi ilə başa düşməlidir. Və əgər bu fəhm olmayanda, batil fəhm olanda görürsən ki, ortaya belə firqələr və həmçinin ortaya belə bidət tayfalar çıxır. Ona görə də yəni, insan çalışmalıdır ki, yəni, öz havasını, öz nəfsi istəyini Quran və sünnəyə tabi eləsin. Amma bəzi insanlar görürsən ki, onlar öz ağıllarını, öz nəfsi istəklərini Quran və sünnədən önə çəkərlər. Bu da təbii ki, azğın tayfaların və firqələrin əlamətlərindəndir. Bidət tayfaların əlamətlərindəndir. Bəs həmçinin də növbəti səbəb, sonuncu səbəb isə necə firqələr ortaya çıxdı? Yəni, bəzi insanlar öz nəfslərinə və həmçinin havalarına tabi olduqlarına görə beləcə ortaya bidət firqələr çıxdı və firqələr əmələ gəldi. Necə ki, Allah subhanahu wa ta'ala yəni, pisliyi əmr ilə nəfs barəsində buyurur ki, فَإِنْ لَمْ يَسْتَجِيبُوا لَكَ فَعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَأَهُمْ Ey Muhammed, əgər onlar sənə tabi olmasalar, bil ki, onlar öz nəfslərinə uyurlar. وَمَنْ أَضَلَّ مِمَّنِ اتَّبَعَ هَوَاهُ بِغَيْرِ هُدًى مِنَ اللّٰهِ Allahdan bir dəlil olmayınca öz nəfsinə uyandan haqq yolu daha azmış, daha çox azmış kim ola bilər? İnna Allaha la yehdil qavmə zalimin Allah zalim tayfanı doğru yolu yönətməz. Və həmçinin Allah subhanahu wa ta'ala öz nəfsinə ilahiləşdirən bir şəxs barəsində yenə buyurur ki, Əfərəytə mən ittəxədə iləhəv həvə və ədallahu Allahu alə ilmin və xətəmə alə səm'ihi və qalbihi və cəalə alə basarihi qışəvətən fəmən yəhdihi min bə'dillah əfələ tədəkkərun. Allah subhanahu wa ta'ala bu ki, nəfsini özünə ilah edən və Allah ilmi sayəsində yoldan çıxartdığı, qulağını, qəlbini mühürlədiyi, gözünə də pərdə çəkdiyi insanı gördünmü? Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb ibrət almırsınız? Deməli,
nəfsə, havaya tabi olmağın nəticəsi nədir? Allah subhanahu wa ta'ala həmən insanın gözünü bağlayır, qəlbini bağlayır, həmçinin qulağını mühürləyir. Və belə olarsa onu Allahdan başqa kim doğru yola yönəldə bilər? Ona ki, insan çalışmalıdır ki, yəni havasına yox, Quran və sünnəyə tabi olsun. Və həmçinin havaya tabi olmaq ixtilafın səbəblərindəndir və həmçində həlak olmağın səbəblərindəndir. Ona ki, insan çalışmalıdır ki, yəni nəfsini Quran və sünnəyə tabi eləsə. Əbu Həsən Əl-Mavti Rahiməhullah buyurur ki, insan özünə qarşı diqqətli ol, şübhələndirən işləri tərk elə, şübhələndirməyənləri götür. Yer üzərindədir, sünnədən uzaq düşən elə bir, yəni sünnədən, cəmaatdan, birlikdən uzaq düşən elə bir adam yoxdur ki, o havasına tabi olmasın. Yəni, bu insanların ağlından naqislik və həmçində bu insanlar elmdən xaric olan insanlardır. Bu insan elm öyrənməyən insanlardır. Və bu iş Rahimullah, səndir haqqa sarıl, inşallah ki, düz yolda olarsan. Ona görə insan, əgər sünnə əhlindən, cəmaatla bir yerdə olmaq istəyirsə, deməli, yəni öz nəfsi istəklərini, öz havasını Quran, kitab və sünnəyə tabi eləməlidir. Məsələn, İbn Qayyim Rahimehullah buyurur ki, yəni sələf, Quran və sünnəyə müxalif olan insanları, sələf-i salih, Quran və sünnəyə kim müxalif edirsə, həmən insanları onlar şübhə əhli, hava əhli adlandırırdılar. Onlara deyirdilər ki, bu insanlar şübhə əhlidir, hava əhlidir, nəfsi istəklərinə uyan insanlardır. Çünki, yəni, əgər insan, ümumiyyətlə insan bilmək ki, Quran və sünnəyə əks gəlmək həqiqətən də cahillikdir, elm deyil. Həmçinin Quran və sünnəyə əks gəlmək, bu insanın, deməli, həmən insan nəfsini oturub durur. Bunun etdiyi hərəkət də dindən deyil. Həmçinin İmam Şatib Rahimehullah buyurur ki, ona görə də sələf-i salih bidət əhlinə hava əhli deyib. Çünki onlar öz nəfsi istəklərinə uyduqlarına görə, nəfslərinə tabi olduqlarına görə, havalarını önə çəkdiklərinə görə alimlər onları adlandırır ki, onlar hava əhlidir və həmçində şübhə əhlidirlər. Çünki bu insanlar dəllə ehtiyac duymayıblar və həmçində dəllə güvənmədiklərinə görə onlar belə havalarına tabi olublar. Əgər bu insanlar dəllə tabi olsaydılar, dəllə güvənsəydilər və dəlinin Quran və sünnənin yanına dursaydılar, bu insanlara sünnə əhli deyirlər, cəmaat əhli deyirlər. Deməli, havalarına uyduqlarına görə, bu insanlar nəfslərinə tabi olduqlarına görə sələf-i salih belə insanları hava əhli və yaxud zəlalət əhli adlandırır. Ona görə də görürsən ki, bəzi insanlar müəyyən bir hərəkət edin, əgər Quran və sünnədə hər hansı bir dəlil gələrsə, birinci nəfsini önə çəkər. Əgər görsə ki, bunun nəfsinə uyğun gəlir, onu yerinə yetirər. Nəfsinə uyğun gəlməzsə, onu yerinə yetirməz. Ömər ibn Əbdüləziz Rahimehullah buyurur ki, yəni, haqq deyir, nəfsinə uyğundur deyə onu yerinə yetirən insan kimi olma. Və həmçinin haqq nəfsinə əgər müxalif olarsa, onu yerinə yetirməyən insan kimi də olma. Çünki sən buna görə, əgər haqq sənin havava müvafiq olsa, havava uyğun olsa, nəfsivə uyğun olsa, onu sən yerinə yetirirsən, savab qazanmayacaqsan. Və həmçinin haqq əgər sənin havava müxalif olsa, əks olsa, onu sən tərk edəsən, buna görə insan günah qazanacaq. Necə ki, Şeyx Həsən İbn Teymiyyə Rahimehullah bu ki, məgər deyir, sən Əbu Talibi görmədin, hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm kömək edirdi və Peyğəmbər sallallahu əleyhi və səlləm hamısından çox istəyirdi, onun yardımında idi, amma onu bunu niyə görə edirdi? Allah üçün yox, əksinə qohumluq əlaqəsindən görə Peyğəmbər sallallahu əleyhi və səlləm yardım edirdi. Və belə olduğu təqdirdə Allah subhanahu wa ta'ala nə onun əməlini qəbul edə, nə də onun əməlinə görə mükafatlandırmadı. Deməli, insan hər bir halda istər sənə ağır gəlsin, istərsə də xoş gəlsin, deməli, şəriətin qabağında boynun qıldan inci olmalıdır. Quran və sünnənin qabağında, yəni boynun aşağı olmalıdır. Eşitdi və itaət etdik. Və həmçinin Əbu Bəkr Siddiq radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve səlləmə canı ilə, malı ilə kömək edirdi. Allah bunu ondan qəbul ediniyə görə, çünki o bunu Allahın üzü üçün edirdi. Necə ki, Allah subhanahu wa ta'ala buyurur ki, Əlləzə yu'ti mələhu yətəzəkkə. O kimsə ki, malını verib günahlardan təmizlənər. Yalımlar buyur ki, bu ayə Ömər Əbu Bəkr radiyallahu anh barəsindədir. Hansı ki, öz malı ilə, öz canı ilə Peyğəmbər sallallahu aleyhi ve səlləmə yardım edirdi. Və sonunda isə İbn Qayyim Rahimehullah buyurur ki, Qurana sarılmaq insanların sözləri, qiyasları, ağılları, zövqləri və kəşfləri ilə deyil,
Və Qurana sarılmaq ondan ibarətdir ki, sən bütün işlərində Qurana hakim tutasan. Kim əgər belə olmazsa və kim əgər bütün işlərində Qurana hakim tutmazsa, öz ağlına, qiyasına və həmçinin öz istəyinə yönələrsə və həmçinin bunlarla oturub durarsa, bu insan həqiqi Qurana sarılan insanlardan sayılmaz. Və həmçinin alimlər buyurur ki, Qurana sarılma, yəni Allahın ipindən möhkəm yapışma, yəni elmlə və həmçinin əməllə, ixlasla, Allahdan yardım diləməklə və həmçinin də ona tabi olmaqla və bunların üzərində qiyamətə qədər davam etmək də mümkündür.